Və əmək müqaviləsinin 79-cu maddəsi əmək müqaviləsi ləğv olunarkən qadağan olunan işçilər. Hamilə qadınlar, 3 yaşına qədər uşağı olanlar, 3 yaşına qədər uşağını tək boylayan kişilərin əmək müqaviləsi ləğv oluna bilməz. Tək qazanc yeri işlədiyi həmin müəssisə olub, məktəbə qədər uşağı varsa və bu uşağı tək başına böyüdürsə, istər qadın, istər kişi bu an əmək müqaviləsini ləğv edə bilməli. Əmək qabiliyyətini müvəqqəti itirən işçilər. Yəni ki, işçi xəstələnib, bulletin gətirib, biz dedik ki, ödənişsiz məzuniyyət 6 ay qədər davam edə bilər. Yəni əmək qabiliyyətini itirib biz onu belə deyim, işdən azad edə bilmərik. İşçi şəkərli diabet xəstəsidirsə, dağınıq skrleroz xəstəsidirsə, qadağan edə bilmərik. Hər hansı siyasi partiyanın və yaxud Həmkarlar İttifaqının üzvüdürsə, biz onu işdən çıxara bilmərik. Öhdəsində əlil evladı varsa və yaxud orqanizm funksiyasını 61-100%-ə qədər itirən ali üzvlər varsa, onun əmək müqaviləsinə xitam edə bilmərik. Məzuniyyətdə, ezamiyyətdədirsə, yenə də eyni qaydada işçinin əmək müqaviləsi ləğv oluna bilməz. Amma ki, bu məcəllənin 70-ci maddəsinin A və 73-cü bəndi ilə xitam halları bura şamil olunmur. Yəni ki, bu hallarda əlbəttə ki, xitam verilə bilər. Və eyni zamanda əmək müqaviləsinin sənədləşdirilməsi bağlanarkən bilirik ki, şirkətin rəhbərinin işə götürənin əmri sərəncamı əsasında bağlanılır, digər halda mümkün deyil. Və eyni zamanda xitam əmrinin məzmunu necə olur? Bunu əmas keçində görəcəksiniz. İşə götürənin adı, soyadı, veyni, şirkətin adı, işçinin vəzifəsi, adı, soyadı, işçinin işdən çıxarılmasının xitamının əsası, səbəbi, məsələn, tutalım ki, hərbi xidmətə yola salırsa onunla bağlıdır. Hərbi xidmətə çağırış vərəqəsinə əsasən, ölüm şəhadətnaməsinə əsasən, öz ərizəsinə əsasən və s. Bunlar hamısı qeyd olunmalıdır və işdən çıxma gün, ay. Bunlardan biri düzgün olmarsa, əmək müqaviləsinə xitam verilmə əmri etibarsız hesab oluna bilər. Və bir də ki, işçilərin əmrlərdir, əmək müqavilələrinin müəssisədə saxlanılması, bu işlərin saxlanılması 5 ilə qədərdir. 5 il ərzində bunlar korlana bilməz, məhv oluna bilməz. 5 ildən sonra isə məhv eləyə bilərsiniz. Yəni ki, bəzən olur ki, işçi 1 ildən sonra qayıdır, gəlir, əraşla, ərizə ilə müraciət eləyir ki, mənə məsəl üçün iş yerimə dair əraş verin və yaxud burada filan dövrlərdə işlədiyimə dair əraş verin və s. Bunları veririk. Və ümumiyyətcə isə işçilərə əraş xasiyyətnamədir, bunlar verilməlidir. Məsələn, iş yeri barəsində əraş ola bilər, əmək haqqı barəsində əraş ola bilər. Biz bunları işçilərə birmənalı şəkildə veririk. Amma xasiyyətnamə isə öz başımıza verə bilmərik. Mütləq ki, burada işçinin razılığı olmalıdır. Və indi keçək 13-cü fəsil. Bu tam iş vaxtıdır. Tam iş vaxtı nədir? Tam iş vaxtı, yəni məcəllə ilə müəyyən olunduğu qaydada gündəlik 8 saatdan artıq ola bilməz, həftəlik isə 40 saatdan artıq ola bilməz. Əgər 5 günlük iş qrafikində işləyiriksə, bizim 2 günlük istirahət günümüz var. 6 günlük qrafikdə işləyirsə, 1 gün istirahət günümüz var. Və iş həftəsi 6 günlük də olarsa, biz bu zaman 40 saatlıq normanı keçməməliyik. Bu zaman isə gündəlik iş rejimimiz 7 saatdan çox olmamalıdır. Yaxşı, burada siz çaşdıra bilər ki, gündəlik iş normamız 7 saatdan çox olmamalıdırsa, 6 günlük işləyiriksə, 6 həftə 7-nin 42 eləyir. Yenə də 40 saat aşmış oluruq. Xeyr. Burada belə olur. 5 gün 7 saatdan işləyirsiniz, 35 saat. 6-cı gün isə 5 saat işləyirsiniz. Bu olur, yəni natamam iş vaxtı işləyirsiniz. Bu da olur 40 saat, 40 saata keçmir. Əgər həftəlik normam 36 saatdırsa mənim, o zaman gündəlik 6 saatdan artıq işləyə bilmərəm. Həftəlik normam 24 saatdırsa, o zaman mən gündəlik 4 saatdan artıq işləyə bilmərəm. Bir də var qısaldılmış iş vaxtı. Yəni məcəllənin müəyyən etdiyi şəxslərdən, onların yaşıdır, səhhətidir, sağlamlığıdır, fiziki xüsusiyyətlərinə, əmək funksiyalarının xüsusiyyətlərinə görə biz onlardan qısaldılmış iş vaxtı təyin edirik. Bunlar kimdir? 16 yaşdan aşağı olanlar, 18 yaşdan aşağı olanlar, hamilə şəxslər, yaş yarıma qədər uşağı olanlar, 3 yaşına qədər uşağını tək başına böyüdən valideynlər, həkimlər, müəllimlər, ağır əmək şəraitində işləyənlər, əlilliyi olan şəxslər. Yəni əgər biz dedik 15 yaşına çatmış hər şəxslə əmək müqaviləsi bağlaya bilərik. 15-16 yaşlı 15-16 yaşlı işçiniz varsa, o zaman onlarla gündəlik 4 saatdan artıq onlar işlədə bilmərik. Yəni həftəlik norması 24 saatdır. 16-18 yaşındadırsa, o zaman 36 saatdan artıq həftəlik işlədə bilmərik. Yəni qısaldılmış iş vaxtına hamilə qadınlarda keçə bilər, yaşı 18-dən aşağı olan şəxslərdə keçə bilər, əlilliyi olan 61-100% orqanizm funksiyasını itirən şəxslərdə, yəni ki, keçə bilər.
Yəni sonra müəllimlər, həkimlər, yəni fiziki, zehni gərginliklə məşğul olanlar, ağır əmək şəraitində işləyənlər, şaxtada, mədəndə işləyənlər də bunlar da qısaldılmış iş vaxtına keçə bilər. Məsələn, hamilə qadındır, həkimin arayış gətirir hamiləliklə bağlı. O zaman biz deyirik ki, sən necə istəyirsən, saat 9-da gəlib 5-də getməkmi? Çünki gündəlik iş vaxtı 7 saatdan artıq ola bilməz. Yoxsa ə, onda gəlib 6-da getmək. Artıq hansı şəkildə istəyirsə biz onun əmək müqaviləsində dəyişiklik eləyib o şəkildə də qısaldılmış iş vaxtına keçirməliyik. Yəni biz 40 saatlıq iş rejimində işləyirsə, onlar həftəlik 36 saatlıq iş rejimində işləməlidirlər. Qısaldılmış iş vaxtında iş vaxtlarının saatları qısaldılsa da əmək haqqından heç bir tutulma olmur. Və qısaldılmış iş vaxtından çox vaxt qarışdırılan natamam iş vaxtıdır. Natamam iş vaxtı qarşılıqlı razılıq əsasındadır. İşə götürənən işçi natamam iş günü, iş həftəsi, iş ayı ola bilər. Yəni tutalım ki, mən magistr tələbəsiyəm. Həftədə 3 dəfə universitetə gedirəm. Saat 7-də dərsim başlayır. İşə götürənə deyirəm ki, mənə saat 5-də, həftədə 3 dəfə 1, 3, 5 və yaxud icazə verin. Mən dərsə gedib çatım. Əgər işə götürən də razıdırsa, mənə natamam iş həftəsinə keçirir. Həftədə 3 dəfə 1 saat icazə verir. Əlbəttə ki, bu mənim müqaviləmdə qeyd olunur və rəhbərliklə qarşılıqlı razılıq əsasında ya vaxta mütənasib, yəni 1 saatıma düşən əmək haqqı 3 dəfə gedirəmsə, 3 dəfə 1 saatıma düşən əmək haqqı məndən tutulur, ya az tutulur, ya artıq tutulur, ya da ki, işə götürən insafına bağlı olaraq heç əmək haqqınızdan tutulma olmaya bilər. Və yaxud ana da uşağını bağçaya qoyur, hər gün artıq 8 saatlıq iş rejimindən çıxıb 4-6 saatlıq iş rejiminə keçmək istəyir. İşə götürənə deyir ki, mən hər gün saat 4-də çıxmaq istəyirəm. Əgər işə götürən də razıdırsa, bu gördüyü işin həcmini azaltmırsa, o zaman işə götürən də razıdırsa keçirə bilər. Bu zamanda ananın gündəliyi hər 2 saat tez çıxdığı üçün həmin 2 saata düşən əmək haqqısı tutur. Tam ki, həmin ananın əmək haqqısı 1000 manatdır. Bu zaman ayın sonunda hesablanılıb, əmək haqqısından vaxta mütənasib tutulub anaya 800 manat pul ödənilir. Natamam iş vaxtından qısaldılmış iş vaxtının fərqi odur ki, qısaldılmış iş vaxtı məcəllənin müəyyən etdiyi şəxslərə şamil olunur, əmək haqqından heç bir tutulma olmur. Natamam iş vaxtı isə qarşılıqlı razılıq əsasındadır. Əmək haqqından da mütənasib olaraq pul tutulur.